Hər kəsin isti evi. Meşədə təzə bağça açılmışdı. Bütün balacalar bağçaya gəlmişdi. Birinci gün hamı özü haqqında danışdı. Harda yaşayır, nə xoşlayır. Dovşan fəxrlə görünən yaşıllığı göstərib dedi: Baxın, mənim yuvam oradadır. Yuvamı oyuncaqlarla bəzəmişəm. Özümsə dünyada ən çox anamı sevirəm. Bir də kök yeməyi. Dovşanın sözünü dələ kəsdi. Sən ki mənim yuvamı görmüsən, o ağacda yerləşir. Ağacdan isə hər yer görünür. Özüm isə o sandıq yeməyi xoşlayıram. Meymun dələnin sözünü təsdiqlədi. Dələ düz deyil. Torpaqda yaşamaq maraqsızdır. Mənim yuvam da ən hündür ağacın başındadır. Oradan hər yer görünür. Özüm isə ağacların başında tulana bana yeməyi xoşlayıram. Qurbağa onlarla razılaşmadı. Qurur, yuvaların ən rahatı gölməçədir. Orada həm dadlı yemlər var, həm də su həmişə sərin olur. Çimib sərinləyirsən. Qurur. Sonra fil, şir, pələng öz yuvalarından danışdılar. Təkcə kenguru danışmırdı. Hamı danışıb qurtaran kimi dönüb ona baxdılar ki, özü haqda o da danışsın. Kenguru isə danışmaq əvəzinə ağlamağa başladı. Niyə ağlayırsan? Nə olub sənə? Niyə ağlayırsan? Niyə ağlayırsan? Deyə balacalar Kenuşun başına toplaşaraq ondan soruşdular. Kenuş içini çəkə-çəkə dedi: Hamının yuvası var. Təkcə mənim yuvam yoxdur. Ona görə ağlayıram. Kengurunun yuvası olmadığına görə hamı bikef oldu. Bayaqdan bəri balacaların söhbətinə qulaq asan ağ saçlı ayı əmi söhbətə qoşuldu. Ey, kenguru, sən nahaq belə düşünürsən? Sənin də yuvan var, özü də bütün yuvalardan maraqlı və rahat. Bu sənin ananın qarnıdır. Sən axı çox vaxt orada olursan. Kenguru təəccüblə ayı əminin üzünə baxdı, məəttəl soruşdu. Doğrudan? Əlbəttə, bu belədir. Hətta sənin yaşadığın ev də tullanan yuvadır. O kengurunun başını tumarladı. Kenguru sevindi. Balacalar da ona qoşuldular. Hamı kengurunu dövrəyə aldı. Onlar şənləndilər. Sən də öz isti evinin olmasına sevin. Ata-ananı sev, dostlarını sev, onlarla sevin. Hər kəsin isti evi. Meşədə təzə bağça açılmışdı. Bütün balacalar bağçaya gəlmişdi. Birinci